Hər birinizi xoş gördük. Lənkəran rayon, Yuxarı Nüvədikən, Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı sizinlədir. Aparıcınız mən, 6B sinif şagirdi Əlizadə Zeynəb. Dəyərli radio dinləyicilərimiz, bugünkü efirimizi iki mövzu əhatə edir. İlk mövzumuz Azərbaycanın milli qəhrəmanı, 1-ci Qarabağ müharibəsi şəhidi Eldar Abdullaoğlu Tağızadənin həyatı və keçdiyi döyüş yoluna həsr olunur. 1-ci Qarabağ savaşında hər qarış torpaq uğrunda ölüm-dirim mübarizəsi gedəndə vətənin cəsur oğullarından olan Eldar Tağızadə erməni vandarlarına qarşı mərdliklə vuruşmuş, torpaqlarımızın azadlığı uğrunda canından keçmişdir. Şərəfli döyüş yolu keçən Eldar Abdullaoğlu Tağızadə 6 sentyabr 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. O, 1970-80-ci illərdə paytaxtın Nəsimi rayonundakı 164 saylı orta məktəbdə oxumuş, dərslərində əla qiymətlər almış, fən olimpiyadalarının qalibi olmuşdur. Eldar məktəb kitabxanası ilə sıx əlaqə saxlayır və Azərbaycan və dünya yazarlarının şeir, povest, hekayə və romanlarını böyük həvəslə oxuyur, elmi bilikləri dərindən yiyələnirdi. Eldar orta təhsilini başa vurduqdan sonra sənədlərini Bakı Dövlət Universitetinə vermiş və müvəffəq qiymətlərlə biologiya fakültəsinə daxil olmuşdur. Ali təhsil müddətində professor və müəllim heyətinin hörmətini qazanan Eldar 1985-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Erməni daşnaqları get-gedə azğınlaşır, ərazilərimizə güllə yağışı yağdırır, hər vasitə ilə öz mənfur niyyətlərini həyata keçirməyə çalışırdılar. Eldar vətənin ağır günündə tez-tez polis əməkdaşları ilə birlikdə döyüş bölgələrinə ezam olunur, faşist xislətli quldurlara qarşı igidliklə vuruşur, əsir düşmüş əskərlərimizin azad edilməsində, girovların dəyişdirilməsində yaxından iştirak edirdi. Hətta Eldar Sıldırım qayalıqda gecə qaranlığında erməniləri tərk silah edərək komandanlığa gətirmiş, onlardan çox mühüm sənədlər götürmüşdür. Vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə 1991-ci ildə Eldar Tağızadəyə kapitan rütbəsi verilmişdir. Çox keçmədən bacarıqlı zabit Daxili İşlər Nazirliyinin terrorizmə və banditizmə qarşı mübarizə idarəsində rəis müavini təyin edildi. Eldar Tağızadə yenidən Qarabağa ezam olundu və 3 iyun 1992-ci ildə şəhid oldu. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olundu. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli fərmanı ilə Tağızadə Eldar Abdullaoğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı fəxri adı verilmişdir. Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə Eldar Tağızadənin adı verilmişdir. Şəhid olmaq, igidlik zirvəsinə yüksəlmək, hünər, qeyrət işidir. Vətənin dar günündə sinəsini nankör gülləsinə sipər edən Eldar Tağızadə kimi. Keçid alırıq növbəti mövzumuza. Bugün həm də Dünya Velosiped günüdür. Bugün BMT Baş Assambleyası tərəfindən ötən il aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən birgə hazırlanıb. Bu beynəlxalq tarixin qeyd edilməsində təşəbbüs Türkmənistan nümayəndələri tərəfindən irəli sürülüb. Azərbaycanda kütləvi velosiped yarışları mütəmadi olaraq təşkil edilir. Beləliklə, idman davamlı inkişaf məqsədlərindən biri kimi inkişaf etdirməyə və sağlam həyat tərzi təşviq etmək məqsədi ilə Türkmənistanın Azərbaycandakı səfirliyi Dənizkənarı Bulvar İdarəsi ilə birlikdə ötən il iyunun 3-də Bakıda kütləvi velosiped turu təşkil etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Sağlamlıq Təşkilatının təşəbbüsü ilə bu il aprelin 7-sində Veloparkda az avtomobil, çox həyat şüarı ilə Dünya Sağlamlıq Gününə həsr olunmuş velosiped yürüyüşü keçirildi. Kampaniyanın əsas məqsədi sağlam həyat tərzi ilə yanaşı, həftə sonları avtomobilsiz istirahət etmək ənənəsini formalaşdırmaqdır. Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür. Onun istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir.
Bütün bunlar 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi davamlı inkişaf məqsədlərinə uyğun gəlir. Velosipedlər istixana qazlarının atmosferə buraxmır və küçə səs-küyünün səviyyəsini artırmır. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının baş vermə ehtimalını azaldır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə Avropada nəqliyyatın havanı çirkləndirməsi nəticəsində hər il təxminən 500 min insan ölür. Yol nəqliyyat hadisələri bir ildə 90 min nəfərin həyatına son qoyur. Təxminən 70 milyon insan həddindən artıq küçə səs-küyündən əziyyət çəkir. Təhsil mentalitləri dəyişdirmək və fərqlilikləri aşmaq üçün güclü silahdır. İdman isə ilham mənbəyi, özünü üstələmək və gənclərə hörməti öyrətməkdir. Növbəti radio efirimizdə görüşənədək. Sağ olun, salamat qalın.